Şəxs əvəzli, şəxs əvəzli, təyin əvəzli, sual əvəzli. Qeyri-müəllim əvəzli qurusu necə idi? Sadə. Mürəkkəb ilə qeyri-müəllim əvəzli görün. Bəyətini yazın. Mücətməd o. Filan şəxs. Filan kəs. Bəs mürəkkəb damla sual əvəzli də görün. Nə qədər? Nə qədər? Aydın. Bəs neçənci humay, neçənci hansı hissəsidir? Deməli, Neçənci hansı hissəsidir? Sual əvəzli, həm də- Yəni ona nə Nə deməyək? saydı bəli? Say say deməyək. deməyək. Bu belə. Uşaqlar, baxacağıq indi Valasın. Bəli. O şəxs əvəzi ilə söhbət gedir. Bu işarə əvəzi ilə söhbət gedir. Biz demişdik ki, o həm də nədir? İşarə əvəzi. İşarə əvəzi. Şəxs əvəzi, yəni işarə əvəzi. Siz o bax, elə başlayırsan. Valasın. Bax, elə məsələn, o gəldi. Burada şəxs olurdu, işarə, şəxs. Amma o kitabı mənə ver. Orada işarə. Ay sağ olun, hansı kitabı? O kitabı. Onda işarə. Aydındır. Bəli. Bilin ki, uşaqlar, o və bundan sonra nə vaxt vergül qoyulur? O işarə əvəzliyi olanda vergül qoyulmaz. Məsələn, o və bundan sonra yaddan çıxarmayın ki, isim, sifət, say, zərf, qazı. Elə bunlar yadılır ki, feillərdən bilən feili sifət gələrsə, şimdi bunu tam deməyəcəm, bir dənə söz yazım, lazım. İsim, sifət, say, zərf, yəni bu nitq hissələrə gələrsə, o və bu, kim, nə, yəni mübtədən sualına cavab verərsə, onda vergül qoyulur. Nə deməkdir? Deyirəm, məsələ üçün isimdən baxaq. O kitab aldı. Aldı kim? O. Kim suala cavab verdi mi? Bəli. Kitab hansı hissəsidir? İsim. Demək vergül qoyulacaq. Aydındır. O isim sifətdən Hə, sonra. bunlar gəlsə və kimdən sonra cavab verirsə vergül qoyacaq. Burada bu da ola bilər ha. Bu kitab aldı. Kim bu? İndi mən onu yazsam da. Yəni dediklərim hər ikisinə aid. Bəli. Deyirəm məsəl üçün o qızı çağır. O qızı, hansı qızı? Çağır. Kimi? Qızı. Hansı qızı? O O qızı. qızı. İşarə. Kim qızı demək olur? Deməli. Demək vergül qoyulacaq. Yox. Qız hansı hissəsidir? İsim. Özündən sonra isim gəlsə də belə. Kim suala təyini cavab suala verməsə də. Bəli, kim suala cavab vermədiyi üçün. Təyini sonra cavab verdiyi üçün nə olacaq burada? Vergül qoyulmayacaq. İşarə əvəzi. Aydındır? Bəli. Bu belə. Eləcə də məsəl üçün baxaq, sifətə baxaq məsəl üçün. Deyirəm ki, o yaxşı adamdır. Yaxşı adamdır. Kim? O. Mənim orada vergül qoyulacaq. Çünki kim sualına cavab verir. Və yaxud say yazıram. O birinci sinifdədir. O, kim? O, birinci. Bəli, burada Qoyulacaq, qoyulmayacaq. qoyulacaq. Qoyulacaq. Kim? O. Desəm sizdə birinci sinifdə. Aydındır. Amma desəm ki, o birinciləri çağır. O birinci. Hansı birincilər? Onda İşarə qoyulur. edir. Aydındır. Yəni çətin dərs deyil. Təcə başa düşürsən? Yox. Çətin dərs deyil. Başa düşmürsən? Bilsən niyə? Hasandır. Hamının fikri buradadır. Sənin gözün buradadır. Fikrin burada deyil. Ama film de oradadır. Biraz Şəxsə bənzəyən onu Bax, Xədicə. Yəni sən baxışlarına bilir ki, sən başa düşmədin. Bax. Yaxşı hansı hissəsidir? Süper. Adamdır. Kim? O. Necə adamdır? Yaxşı. Mən orada O kim? Nə sonra cavab verirmi? Vergi qoyacaq. Aydındır. İndi məsəl üçün yazıram bura. Düz tərzən. İsa, qulaq. İsa, başa düşsənmi? Deyirəm məsəl üçün, o heç kim deməsin. Xədicə, Bakı hansı hissəsidir? İsim. Getdi. Kim? O. Kim sonra cavab verirmi? Bəli. Qoyulacaq. Ayso. Amma yazıram ki, bayaqki cümləni. O qızı Çağır. göndər. Çağır. Fərqi yoxdur. Göndər kimi? O qızı. Ha, kim qızı deyə bilirəm? Evet. Hansı qızı? O qızı. Vergi qoyulacaq. Xeyr, mən İşarə oldu. Bu qədər kolay. Kolay. Bəli. Evet, mən, evet. Sonra Az ona əslində nə deyirsən? rahatdır, çətin deyil. Yaxşı, Uşaqlar, hə? eləcə də zərf də gələ bilər. Deyirəm məsəl üçün o aşağı düşdü.
Ne oldu, nədir? Kim? Düşdü, kim? O vergi qoyacaq. O Ha? aşağıda. Kim? Boylata. Bəli, bəli, boylata. Aydındır. Amma desəm ki, o aşağıdakı biraz yazıram ki, məsəl üçün, o aşağıdakı bina, o aşağıdakı bina təzədir, belə yazıram. Ay, təzədir, nə? Bina. Hansı bina? O aşağıdakı bina. Qoyacaq. Bəli, bəli, neydi? Aydındır. Bəli, Asan, çətin deyil. bəli. Bəs nə vaxt vergül qoyulmaz? Bunun yenə bu da ola bilər. İndi olmuş da izah edikdə bu da ola bilər. Fərqi yoxdur. Bəs nə vaxt vergül, bax, vergül qoyulub mu? Onda bu şəxs əvəzliyidir, işarə əvəzliyi deyil. Qoyulub vergül. Onda bu işarədir. Bəs sonra. Aydındır. Yəni o şəxs olanda vergül qoyulmalıdır. Yaxşımı? İndi sazanlıq tamam ver, əvvəlki gəlsə deyəcəm. Uşaqlar, bəs nə vaxt vergül qoyulmaz? Yaddan çıxarmayın. Əvvəlcikdən sonra feil gəlsə, yəni məsəl üçün o getdi. Getdi. Kim? O. Kim sonra cavab verdi mi? Şəxs əvəzliyidir, amma vergül qoyulmayacaq. Bir də kesin feili baxalım. Demək nədir bu? Şəxs əvəzliyi, amma vergül qoymayacaq. Niyə? Əvəzlik, feil gəlibdir. Aydındır. Feillərdə məsdər də ola bilər. Deyirəm, o oxumaq arzusundadır. Kim? O. Vergül qoyulacaq. Niyə? O məsdər gəlibdir. Mən feil. Hə, feil. Yox, hamı çox. Feildir. Məsdər də feildir. Bax, o gəldi, getdi. Feildir mi? O kim sonra cavab versinə mübtədə olsa vergül qoyulmayacaq. Aydındır. Çünki mənim feil var orada, elə əməlli. Hə, bax. O getdi feildir mi? Bayaqdan deyir ki, isim sifət çayzəng gəlsə, o kimdən sonra cavab versən bu bayaqda ki, vergül qoyulacaq. Amma burada getdi feildir mi? O hansı sonra cavab verir? O getdi. O, kim, o. Mənim kim olsa da çünki. Onda vergül qoyulmayacaq. Niyə? Feil gəlibdir. Yəni kim sonra cavab versə də vergül qoyulmayacaq. Və yaxud da məsdər də ola bilər. O oxumaq arzusundadır. Kim o? Vergül qoyulmayacaq. Niyə? Qoyulmur da, qaydadır. Feil gəlsə qoyulmaz. Amma mənim hamısını feil gəlir. Oxumaq, nə etmək oxumaq? Hə, məsdər də. Və yaxud da bir dənə feil sifətlərdən, deyək məsəl üçün O, o oxuyan uşaqdır. oxuyandır. Elə belə yazaq. Qoyulacaq. 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 Feili sifətlərdə qoyulur. Feil Oxuyan sifətlərdə uşaqdır qoyulur. yazıram belə. Oxuyan Aydındır. uşaqdır, gördün mə dedim. Qoyulacaq, aydındır. Bəli, Çünki bəli. yəni bir dənə feilləri feil sifət. Sonra, daha sonra, bəs nə vaxt qoyulmaz? Feil gələndə qoyulacaq? Yox. Əvəzliyi. Əvəzlik gəlsə qoyulmaz. Necə? Deyirəm, o məni gördü. Gördü kim? O. Kimi? Məni. Kim sonra cavab verdi mi? Bəli. Vergi qoyulacaq? Yox. Çünki o özündən sonra əvəzlik gələndə qoymayacaq. Özündən sonra feil gəlsə qoymayacaq. Oxudur. Bəli, amma əvvəllikdən sonra əvəzlik gəlsə qoyula bilər. Nə var? Deyirəm, məsələn, o, sən, mən, sadalanmaq olanda, aydındır. Bəli, qoyulur. Hə, o vaxt sadalanma verilir. Sadalanma varsa vergi qoyulacaq. Bəli. Çıxarsa testlər göstərsəm orada bu qaçır. Bəli. Sonra, köməkçi nitq hissələri uşaqlar gəlsə, vergi qoyulmayacaq. Köməkçi nitq hissəsi. Nə deməkdir? Deyirəm, məsələn, o da gələcək. Dadə burada bağlayıcıdır deyə vergi qoyulmayacaq. Və yaxud da, o ki belə deyildi, ki burada ədatdır deyə qoyulmayacaq. Bağlayıcı deyil mənim orada. Yox, deyilsin. Onlar keçir. Çox ora dəyməyin. Köməkçi nitq hissələri izah edəcəm. Damla, nə söz edirsiniz? O mən söyləyim, orada. Sonra, burada danışmırsınız. Müəllim, kimdə? Daha sonra köməkçilik hissələrində nə bax vergi qoyulur, tez olur. Tez olur, əlin cibində istəyirəm ki, yaş tutar bir də tez ver. Niyə geçmirsən? Sən, mən niyə geçmirsən? Mən gəldim kimi gelişdim. Sən bir tez gəl bax. Tez gəldim onu. Tez nə olmuyor? Onu mən geçmişəm. Yaxşı, qulaq. Bax, sənə söyləyən tərzdən anons eləyərik, qulaq. Sonra,
Demək köməkçilik kisələr bəs hansı köməkçilik kisələrə qoyulur? Modal Modal sözlərdə. sözlərdə. Deyirəm o İstəyəni gəlmir. əlbəttə Mən bunda qoyulur. oxuyur. Bildim. Qoyulur. Mən Oxuyur ki, bu artıq modal sözü mövcuddur. Amma bir də 4 dənə modal sözlərimiz var ki, ola biləcək ümumiyyətlə tələb eləmir. O, sanki, güya ki, elə bil. Sanki oxuyur. Bu modal sözdə ümumiyyətlə uşaqlar mövcud tələb etmədiyi üçün Nasıl modal sözün hər iki tərəfindən vergi bilirəm. işləməlidir? Ha, bilirəm, o heç mən sanki, güya, elə bil ki, modal sözlərində ümumiyyətlə mövcud istifadə olunmur ya, burada mövcud qoyulmaz. Modal söz olmamalı baxmışam. Zaman devam. Baxın. Dərsimiz o və bundan sonra mövcudun qoyulma məsələsidir. Bax necə tapılır? Sən tez başa düşərsən. Bir dənə qulaq as. Bax, yaddan çıxarma ki, Mənim indi güya dedi, ondan sonra məsələn o tütümlü atandı. O- O güya ki kişidir. hə. Hə. Buna cümlədir, hə. O gəl O şey. Burada Müəllim orada mən qoyulmayacağam. və güya sanki elə bir modal sözləri mövcud tələb eləmir. Müəllim güya, Burada deyim mən mövcud güya. qoyulmaz. Amma o əlbəttə kişidir Müəllim olsaydı, güya. Müəllim, güya müəllim. anladın mı? Müəllim. Müəllim güya sonra hansıydı? Sanki güya elə bir ki. Amma yazıb Mən sanki elə bir Hə, yazın. Amma onu biz ətraflı geniş şəkildə Elə bil ki. modal sözləri. Sonra, tamam, bir dənə izah edəcəm. Mənim 4 dənə idi yoxsa? Hə, hə. Hə, güya, sonra elə Tamam, elə bir. bəs nə var vergi qoyulmaz? Nə deməlisən? Feil əvəzi köməkçilik hissələri, bir də köməkçilik hissələrindən ədatlar var, təsdiq ədatları. O, bəli, Təsdiq ədədlərində oxuyur. qoyulur. Bunlar da vergi tələb edir. Köməkçilik hissəsi olmağa baxmayaraq vergi tələb edir. Sonra nidalar var məsələn. O, oxumur. Nidalar olanda da vergi qoyulur. Hə, qoyulur. İndi uşaqlar, elə məqam ola bilər ki, vergi qoyula bilər, qoyulmaya da bilər. Bax, deyirəm ki, Xədicə, İngilis söylüyor. Yox, mən qayda. Nə qaydası? Buyurun, qayda. Xədicə, Səhv elədik. öz dilini bayılədin, qaldı İngilisdir. Ay mənim baba. Yapışdır. Asla ben getmirsiniz. Onda təkrar olasınsan. Yox, yapışdır sonra. Yapışdır. Yapıştırdım. Deyirəm məsələn, o, İngilisini oxu. Adını adında. Öz getirsin. Bax, nə deyirəm? Bax, bəli, o kənddə Yaşayır. qalır. Müəllim, Bax, bax, o- tələsməyin. Tələsməyin. Mən qoyulmayacağam. Kənddə qalır. Bax, uşaq, qalır ki, o. Bax, nə var? O və bu özündən sonra, kənd hansı hissəsidir? Özündən sonra isim, sifət, say, zərf, feil sifət gələrsə, Qoyulur. kim nə sona cavab verərsə vergi qoyacaq. Qalır ki, o. O kim sona cavab verdi mi? Onu vergi qoyacaq. Amma deyirəm ki, nə var? O qızı çağır. Qız hansı hissəsidir? İsim. Çağır kimin qızı? Kim qızı deyə bilirəm? Buna sual verəcəm. O qız. Ay sual, onda vergi qoyacaq. Yox, başa düşdün? Asandır. O və bundan sonra yenə deyirəm, isim, sifət, say, zərf gələrsə, kim nə sona cavab verərsə, mübtədə olarsa vergi qoyulacaq. Amma görürsən isim gəldiyinə baxmayaraq, hansı sona cavab verdi, vergi qoyulur. Belədir. Bir də iki cür düşünə bilərəm. Bax, qalır kim o? Harada? Kənddə. Düzdürmü? Bir də qalır kim? Kimsə. Harada? Kənddə. Hansı kənddə? O kənddə. kənddə. Demək, bunun iki cür düşünə bildinmi? Bunu necə taparsınız? Sizə cümlə verəcək ki, hansı cümlədə o və buradan sonra bir saat vergi qoyula da bilər, qoyulmaya da bilər. Niyə edəsiniz? Birinci həmin sözün yerinə, onun yerinə nitq hissəsi, isim qoyur, əli. Əli kənddə qalır, deyə bilərmi? Əli. Demək vergi qoyula bilər. Əli Bir kənddə də qalmır. onun qabağına. O əli kənddə qalır. Yox. Əli o kənddə qalır, deyə bilərmi? Hər ikisini alınırmı? Bəli. Amma deyirəm ki, buna baxaq. Görün indi bunda, məsələn, mən deyirəm ki, qızı mən deyirəm ki, o bu cümlədə vergi qoyula da bilər, qoyulmaya da bilər. Yox, onun yerinə qoyaq. Əli qızı çağır. Olur. Əli qızı çağır. Olur. Əli qızı çağır. Mən
çağırır, hə. Mənim Əmir Əli qızı Yox, çağırır. Burada yox, Əmir yox, işləyir. bas. Amma yaxşı, indi deyək ki, bunun qabağına qoyaq da, Əli o qızı çağırır. Olur. Amma hər iki vəziyyətdə uşaqlar bioloji qoymuyoruz da. Çünki təyin vəzifəsidir. İki cümlə də olur, yəni. Bax, o qızı çağırır. Mən burada cümləmə olur, düz deyirsən də. İkisində də olur, Əməli. Hə, olur. Demək bioloji qoyarlar da, qoymurlar da. Bəli. Mən bura söz artırdım deyə məni çaşdırırız. 10 cür olmadı. Məsələn yazıram ki, Əli o qızı çağırır. Tamam, bir dəqiqə. Sən də mən bərabər danışıram. Mən öz Mən bildirəm. qardaşım deyirəm də mən. Bax, o kitab aldı. Bax, aldı kim? O. Bioloji qoyacaq. Hə? Qoyulacaq. Yox, kim sonra olur? Qoyacaq. İndi görün, bioloji qoymaya bilər. Yox. Qabağa Əli o kitab aldı, olur. Amma bura bir də ı artırsan, Olacaq. Əli o kitabı aldı. Demək, Təsir olur. bioloji qoyula da bilər, qoymaya da bilər. O şey düşməyəcək, o gəlsin. Mən o sən bayaq düşmək etməli. Bax, hə? O sən Bax. bayaq düşmək. O kitabı aldı. Bu cümlələr bioloji qoyulan əvvəl qoyulmayan əvvəl düzdür. Hə. İki dəfə yoxlayaq. Aldı kim? O. Bioloji qoyulacaq. Bəli. İndi Əli. Əli kitabı. Əlini vurursunuz. 50 safa. 50 safa. Mənim sizdə Bax. münasibət daxil. 50 söhbət alırım ki, 50 kömək gəlsin. Əli kömək Bax. dəyməz. Mən Yaxşı, burada o 50 qarşılayıram. odur. 50 yadan çıxarır. Ya, Bax, qayıt bura. mən Tamam. burada yazdım Əli. Məzmuna bax. O kitab aldı. Kim o? Bir də. O kitabı aldı işarə məqsədi ilə. İkinizi düşürə bilirəmmi? Bəli. Ha, demək bioloji qoyula da bilər, qoymaya da bilər. İndi belə bir test kimi sizə göstərim. A variantı yazır məsəl üçün. O gəldi. Qulaq asın. B yazır məsəl üçün. O Getdi. maraqlı, saçı bax, maraqlı danışır. B-C yazır məsəl üçün. Nə yazır bilərəm? Bu kitabı mənə ver. İndi sualım bu cürdür. Hansında vergi qoyulacaq? Sualım var. Hansı işarə əvvəlindən sonra vergi qoyulmaz? Yəni hansılardan sonra? Mənim qoyma A variantını Əli. Mənim A-la C-dən sonra qoyulmaz. Mənim kim Birinci gəldi o test, gəldi. ikinci, üçüncü, açıq sual. Hansı işarə əvvəlindən sonra vergi qoyulmaz? Bir, Məli, bir düzdür. Mən Birdə qoyulmur. Məli, bir də qoyulmur. Birdə qoyulmur, ikidə qoyulmur. İkidə qoyulur. İkidə Qoyulur. qoyulmur. Üstə qoyacaq. Qoyulmur. Qoyulur. Uşaqlar, mənim sualım nə olursa. Dedi ki, harada qoyulur. Vergi Mən qoyulmur dedim. Bala, Bir də Məli, bir də. hansı işarə əvvəl? İşarə İşarə vəziyyət. Əgər burada vergi qoyuramsa, işarə olmaz o, şəxs olar. Kim sonra cavab verirsə, şəxs olacaq. Bildiniz? Bu ferqət yox. Bəli, ay son. İşarə vəziyyət edəmsə, budur ancaq. O çünki deyir ki, bu kitabı Bəli. Hə, mənə ver. Bu Ay, kitabı mənə ver. İşarə vəziyyətsə də bunu tapacaq. Hə. Gəlin testdə bir ikisini göstəreyim. Uşaqlar, bax, deyir ki, ha qulaqsın mənə. Deyir ki, hansı nümunədə bu əvəzliyindən sonra vergi qoyula da bilər, qoymaya da bilər. Bir baxaq. Bu ki, bizim yerimizdir ki, köməksiz hissəsidir deyə Qoyulmaz. vergi qoyulmayacaq. Bugün Bu gün istidir, bax, qoyulmur. istidir. Hansı nə var? Bu gün bütöv olur. Bütöv. Qoyulmur. Bu daha da köməksiz hissəsidir. Olmaz. Bu qatar Təbrizə gedir. Gözünüz aydın. Gedir. Hansıqa iş qoyulacaq? Qoyulacaq. Bu tapşırığı vaxtında bitirdi. Qoyulacaq. Bu insanlar. Bax, məsələn, Əliyi tapşırığı vaxtında bitirdi. Bəli. Bu Bir də Əli bu tapşırığı vaxtında bitirdi, onu da olur. demək qoyula bilər, qoyulmaya bilər. Aydındır. Bəli. Başa Sonra bax. Deyir, o əvəzdən sonra vergi qoyula da bilər, qoyulmaya da bilər. Baxaq. O əsərləri bizim üçün çox qiymətlidir. O əsərlər bizim üçün çox qiymətlidir. Vergi qoyacaq, qoymayacaq. Çünki hansı əsərlər? O əsərlər. O kitabı vərəqlər. Mənim odur. Ay, bəs son. Tamam, dur ki, pardon. Sonra Rəhman, dur. o durandan sonra hara sizə tələsir? Kim? O. Qoyulacaq. Çünki fail olmaz. Bir ayda bir o neçə də yox, burada bax qoyulsa da, qoyulmasa da, yəni də bizə deyir ki, qoyula da bilər, qoyulmaya da bilər. Aydındır. Bir ayda o neçə də qaralmış, kökəlmişdir. O necə burada nə idi? Ədat, köməsin səsi.
O quraşın uşaqların hamısından böyük idi. Kim? O. Böyücü qoyacaq. Qoyacaq. Amma qoymama ehtimalı var. Yox. Ancaq qoyulmalı. Aydındır. Sonra. Bəs indi bunlara deyəcəm testlərə baxacaq.